Salam ərvatınız xeyir olsun, hörmətli tamaşaçılar. Slovakiyanın paytaxtı Bratislavadan canlı yayıma başlayırıq və mini futbol üzrə milli komandamız qrup mərhələsində ikinci oyuna çıxıb. Rəqib İtaliya seçməsidir. İndi isə qapı qarşı Tülə Tofa gol! Əla bir başlanğıc. Əla bir başlanğıc artıq ikinci dəqiqədə. Milli komandamız hesab açır. Bu epizoddan təkrar görəcək yaxşı təşkil olunmuş hücum idi. İtaliya millisi ilə görüşdə də ikinci dəqiqədə komandamız hesabda önə keçibin yaxşı bir hücum qapıya yenə də zərbə. Az qala ikinci topu rəqib qapısından keçirə. Nəzərə alaq ki artıq dünya çempionu statusu daşıyır və dünya reytingdə ilk pillədədir. Qapıya qüvvətli zərbə top qapının üstündən keçir. Ramil Çovdarov dünya çempionatının ən yaxşı oyuncusu seçilmişdir Ramil Çovdarov. Kənan Mirzəliyev kənarından mərkəzə doğru ötürülən top Rəvan Kərimov topu saxladı. Rəvan qapısı boşdur. Rəvan Kərimovun zərbəsi təhlükəli idi. Özündən kənarlaşdırdı. Qapı qarşısına ötürülən top yenə də Rəvan Kərimov. 15 dəqiqə ərzində meydanda ən yaxşılardan biridir Rəvan Kərimov. Qapıya ötürülən top amma heç kəs toxuna bilmədi. Boşluğa fikir verin. Növbət hücum olacaqmı? Samir Həmzəyev ötürdü. Sağcına sürətlə ilərləyən var. Qapı qarşısına ötürmə saxladı. Zərbə üçün fürsət var. Amma oyunu bitirdi hakim. Rəvan Kərimov etiraz edir. Zərbə mövqeyinə çıxdığı anda görüşün hakimi oyunu saxladı. İkinci hissədə eyni uğuru təkrar etməyə çalışır. Vüsal İlilərdə qeyriyə qapısı ilə oynamağa başladı. Bir-birlərini başa düşmədilər. Xətayə Bağırov. Orada səhvə yol vermişdi. Son anda topu qapıdan uzaqlaşdırır Mehdi Rzayev. Ötürməklə başladılar. Zərbə. Qapı dirəyi. Bəxtimiz gətirdi amma tək elə həmişə belə epizodlarda bəxtimiz gətirsin. Əksəmli olacaq İtalyanlar üçün. Burada isə Ased Qasımov. Əhsən özünü zərbənin önünə atır və topun qapıya yetməsinə mane olur. Vasquez ardınca isə Qasımov burada isə topun qarşısını blokladılar. İndi əksəmlə 2-2 əldə edib milli komandamız Eşkin rəqibini keçməyə çalışır. Əla bir ötürmə Vüsal İsayev! Vüsal İsayev 2-0! 30-cu dəqiqədə Əksəmləni əla zərbə ilə tamamladılar. Təbii ki burada Eşkin Tağıyevin ötürməsi. Eşkinin ötürməsi və Vüsal İsayev hesabı 2-0 edir. Qapısımıza fikir verin. Qapıya zərbə ötürməkdir bu. Təkrar zərbə alınmadı. Rəvanın 3-cü cəhdində isə topu uzaqlaşdırırlar. Vaskelio, Marco Vaskelio mərkəzə kimi gəldi. Marco'nun zərbəsi. Qapçıların dueli idi. Ased Qasımov. Xəlilov da oynadı. Ased Qasımovun zərbəsi yenə də. Qapçıların dueli bu dəfə Marco Vaskelio. Rəqib həmkarının zərbəsini dəf edir. Ased Qasımov da zərbəsi ilə ondan heç də geri qalmadığını göstərir. Ased Qasımov qaldı boşdur. Qasımov ötürməyə etdi. Qapı qarşısına ötürülən top. Rüzgar İbrahimzadə. İbrahimzadə top özündə saxlayır. Burada ələ toxunuş var idi. Əllə oynamışdı 9 nömrəli futbolçu Gabriela Natali. Penalti qərarı verilir. İbrahimzadə isə çox soyuqqanlıdır. Rüzgar yaxınlaşdı. Rüzgar çox hərəkət edirdi və topla və qapısını fərqli istiqamətlərə göndərir Rüzgar İbrahimzadə. 3-0 milli komandamız yenə də İtaliya seçməsini darmadağın edir. 44-cü dəqiqədə 3-cü top. Qapıdan keçir İbrahimzadə fərqlənir. Ramiz keçdi. Ramiz qapıcı yenə də əla oynuyor. Marco Vaskelio. Bəli, milli komandamız 3-0 hesabı ilə İtaliya üzərində böyük hesablı qələbə qazanır.